300 manat və 400 manat bazarlıq eləmişik, gəlmişik. QR kodu oxu dadına, QR kod oxunmur. Vurursan orada skan yerində belə netlik olmadığı üçün, blur olduğu üçün deyir ki, ya rəqəmlə yazın, yəni kodları yazın və yaxud da ki, oxunmur. Açığı mənim başıma belə bir hal gəlməyib, yəni həmişə oxunub QR kod. Bundan əlavə də orada əllə də əlavə etmək olar. Alış-veriş yüksək məbləğdə olub, amma təzədən o çeki vurmamaqda biraz da baxmadan istər-istəməz istəyərsən onun həvəsi ilə biz də gəlirik marketə. Xüsusilə böyük məbləğdə alış-veriş edən müştərilərin səbirsizliklə gözlədiyi həmin o qəbzlər və geri qaytarılan ƏDV. Amma bəzən istehlakçılar bu imkandan yararlana bilmirlər. Səbəb isə qəbzlərdə ƏDV-ni geri almağa imkan verən QR kodun və ya fiskal ID məlumatlarının oxunmaz vəziyyətdə olmasıdır. Problemin mənbəyini dəqiqləşdirmək üçün paytaxtdakı marketlərdən birinə üz tutduq. Bu çeklər bizə depodan korobka şəklində gəlir. Bəzi hallarda biz bunları istifadə etdikdə çeklər nəmişli çəkmiş olur və QR hissəsi tam yaxşı oxunmur. Biz bu halda rastlaşdığımız anda çekləri depoya geri göndəririk, yeni çeklə əvəzləyib müştəriyə təqdim edirik. Bəs alıcılar belə hallarla qarşılaşdıqları zaman problemi aradan qaldırmaq üçün nə etməlidirlər? Çekin fiskal ID-si tam olaraq çap olunmayıbsa və ya QR kod oxunmursa, belə hallarda çekin duplikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşaraq tələb edə bilərsiniz. Qarşılaşdığınız vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın müraciətlər bölməsinin onlayn müraciətlər alt bölməsinə, Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə və ya vergi ödəyicilərinin xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Üzərindəki məlumatlar aydın olmayan qəbzlərin yaratdığı problemlər göstərir ki, satış nöqtələri çap keyfiyyətinə ciddi nəzarət etməlidir. Alıcı isə belə hallarda dublikat qəbzi tələb etməklə həm öz hüququnu təmin edir, həm də prosesin şəffaflığını qorumuş olur.